Təbrizin Şühəda bimarıstanında bir traktor həvadarının mülaqatına getdik. Əlriza əslində Qoşasaylıdır, amma ailəsi ilə Urmiyədə yaşayır. Amma traktor ət-tavun oyunu صدای من صدای پرشور هاست که یک صدا فریاد میزنند یا شاسه تراکتور. سلام به همه شما. Qərar idi ana və atası ilə Urmiyədən Təbrizə gəlib və stadyumda futbola baxarlar. Ki yolda sərnəveş çöndü. Axır dəfədə ki gəldik qismət olmadı səhşənbə günü. Anam, atam, zindəcanlığım kullən bu yolda Azərbaycana fəda oldu. Traktor yolunda getdilər. شکستگیشون خب شدید هست. شکستگی دو طرفه فموره و علاوه مشکلات لگن مایع آزاد شکل. Bunlar Urmiye'den çıxırlar, naharda gəlirlər traktorun oyununa baxarlar. Dəryanın körpüsünü rədd olanda, gəl o saray düzünə düşəndə təsadüf eləyirlər. Sən neçəli idi ki, traktorun oyunlarına gedin gəldin? Vallahi elə o zamandan ki bildim top nə mənadır, futbol nə mənadır, elə traktoru sevdik, xoşumuz gəldi. Gələrdik stadyuma, gedərdik. نسبتاً پایدار شده. فردا هم تو لیست عمل مجدد یک بار عمل شدن. فردا مجدد عمل میشن. بررسی جراحی شده، نوروسرجری شده، اینا رو بررسی کردن. مشکل عمده‌ای نداشتن ولی خب پیگیری خواهیم کرد. یعنی مجددا هم بررسی خواهیم کرد. Döktüründən danışırdıq, deyildi ki, vəziyyət əlhəmdülillah yaxşıdır. İnşallah təxmin yüngül olar. Allah rəhmət eləsin. Allah muhafizə rəhmət eləsin. Allah sizdən razı olsun. Zəhmət çəkin.